1919-cu ildə Paris konfransında təqdim olunmuş AXC-nin xəritəsinə və həmin dövrün geosiyasi vəziyyətinə əsasən aşağıdakı fikirlərdən hansılar doğrudur? Baxaq. AXC cənub-qərbdən Türkiyə Respublikası, cənubdan isə Qacarlarla həmsərhədidir. AXC mövcud olduğu dövrdə Türkiyə Respublikası ifadəsi yox idi, biri götürə bilmirik. AXC tərəfindən təqdim edilən rəsmi xəritədə Naxçıvan, Zəngəzur və Qarabağ ölkənin ayrılmaz hissəsi kimi qeyd edilmişdir. Bəli, doğrudur. Götürürük. AXC elan olunduğu gündən etibarən təqdim edilən xəritədə göstərilən bütün ərazilər üzərində tam nəzarətə malik idi. Yanlışdır, çünki müəyyən səbəblərdən xəritə üzərində də görürük. Nəzarət bu xəritə sonradan hazırlanaraq Paris konfransına təqdim olunan xəritədir. Ermənistandan fərqli olaraq Gürcüstan Respublikası AXC arasında ərazi mübahisəsi mövcud deyildi. Əlbəttə, mövcud idi. Bu da doğru cavab deyil. Yalnızca 2 düzgündür burada.